20 manat pul yoxsa ağ qutu? Hansını seçərdiniz? Qutunu seçirəm. Qutunu? Hə, maraqlı gəlir. Bəlkə də qutu boşdur. Ola bilər, amma nəsə dəyərli hədiyyə də ola bilər. Məncə 20 manat seçin, elə 20 manatınız olsun, isti havada gedin dondurmanı yiyin. Niyə xəyə dondurma elə də maraqlı deyil, amma orada daha maraqlı bir şey ola bilər. Qutunu istəyirsiniz? Bəli. Bəlkə boşdur. Boşdur da, nenik. Yaxşı, mən sizə 40 manat pul verirəm. Qutunu seçməyin, bu 40 manatı seçin, gedin. Xərcləyin. Buna neçə dondurma düşür? 40 dənə dondurma düşür 1 manatdan. Nəzərə alsaq ki, bu boş da çıxa bilər. Bəs bayaq dediniz ki, dalda çıxa bilər, nə oldu? Amma 20 manat daha az idi da, yəni 40 manat ola bilər. 40 manat seçirsiniz, Aha. qutunu seçmirsiniz. Yox. Birdən qutuda 40 manatdan daha çox pul oldu. 100 manat məsələn. Boş da çıxa bilər də ona görə. Yaxşı, 40 manat seçirsinizsə, buyurun, mən sizə 40 manat verirəm. Tamam. Qutunu açaq. Açaq. Birdən 100 manat çıxsa nə edəcəksiniz? Təəssüflənərəm də yəqin ki. Çox az. Məyus olaram. Burada gördüyünüz kimi yaxınlar 100 manat pul var idi. Birinci qutunu seçmişdiniz, fikrinizi tez dəyişdiniz. Nə bilirsiniz? Buğa. Buğa, əlaqə yoxdur. Dostlar, bəs siz nəyi seçərdiniz? Pulu yoxsa qutunu? Belə də bir şey deyim, gələn səfər qutunun içinə nə qoyaq? Şərh bölməsində yazmağı unutmayın və qutunun içinə həmən o dediyiniz şeyi qoyacağam. Nə istəsəz. Sağ olun, salamat qalın. Sağ olun. Sağ olun.